4 qat dünya çempionu olan Almanya son 2 mundialdakı uğursuzluğuna son qoya biləcəkmi? Siz kanalımıza abunə olun. Biz isə Julian Nagelsmann'ın komandasının həm qrupda, həm də ki turnirdəki perspektivlərindən danışaq. Futbol dünyasında, futbol icmasında Avropadan həm Almanya, həm də İtaliya 4 qat dünya çempionu olsalar da Almanya həm Avropa, həm də dünya çempionatlarında inanılmaz sabitliklə seçilirdi və Almanların uğursuz turniri hardasa hansısa bir turnirdə təsadüfən 8-də 1 və ya 4-də 1 finalda uduzması olardısa, son 2 dünya çempionatında komanda qrupdan çıxmadı. Əgər 2018-də bu rəqibləri açıq küçümsəməkdən baş verdisə, 2022-ci ildə Barcelonada xarüqələr yaradan Hansi Flick milli komandada klub futbolu oynatmağa çalışdı. Bildiyiniz ki, milli komandada klub futbolunu oynatmaq mümkün deyil. Bunun əsas səbəbi ondan ibarətdir ki, sən klubla hardasa ilin 9 ayını, 10 ayını olursan, milli komandada isə sən yalnız hardasa ilin 60 günü olursan və 60 gündə mürəkkəb oyun elementlərini cilalamaq olduqca çətin olur. Demək olar ki, mümkün deyil və Julian Nagelsmann rəhbərliyi altında hələ ki hər şey ona göstərir ki, Almanya bu dəfə öz adına layiq olaraq qrupdan rahat şəkildə çıxmalıdır və play-offda da ki Almanya millisi daim olaraq çox effektiv bir rəqibdir və hətta bundan əvvəlki Avropa çempionatında da hansı ki Almaniyada keçirilirdi. Almanya millisi yalnız turnirin qalibi İspaniya millisinə məğlub oldu. Orada da xatırlayırsınızsa Kukureyanın qarmaqallı əli var idi, hansına görə ki İspaniya millisi həm qapısında penalti, həm də ki qırmızı kart görə bilərdi. Amma biz hakim qərarından danışmayaq, əsas Almaniyanın oyunu idi və Almaniya oyununda yavaş-yavaş bərpa etməyə başlayıb deyə bilərik və hətta deyə bilərik ki, Almaniya millisi daha effektiv və güclü komandaya çevrilib. Odur ki, biz Almaniya millisindən əslində ən azı 4-də 1 finalı gözləyirik. Amma Almaniya millisi qeyri-sabitliklərə də malikdir. Gəlin komandanın heyətinə qısa nəzər salıb bunu başa düşməyə çalışaq. Belə ki, komandanın qapısında artıq 200 yaşı olan, amma hələ də ona layiqli əvəz olmayan və ya milli komanda ona əvəz görməyən Neuerdir. Neuerin üstündə, baxın, Almaniya millisinin bəlkə də ən problemli nöqtəsi müdafiə xəttidir. Belə ki, burada Bavariyadan tanıdığımız Tavar və eyni zamanda onun yanında Borussiyadan Nico Schlotterberg var. Hər ikisinin ayağı mükəmməldir. Hər ikisi yaxşı pas ata bilir. Hər ikisi hücum planında inanılmazlar. Biz Bavariya videolarının analizində sizə göstərirdik ki, necə Jonathan Tah lazım olanda sol cinah wingeri mövqeyinə və ya 10 nömrənin aşağısında, biraz altında bir mövqe tutur. Amma hər iki müdafiəçinin müdafiə planı problemlidir. Nico Schlotterbergin məsələn Barcelona səviyyəsində, Kubarsi səviyyəsində qısa pası var, uzun pası var və eyni zamanda yuxarı çıxmağı var. Amma sırf olaraq müdafiə planına gəldikdə Almaniya millisində burada ciddi problemlər yaranır və bu da əslində futbol mütəxəssislərini elə düşünməyə vadar edir ki, Almaniya ciddi testlərdən keçməyə bilər. Çünki belə turniri daha etibarlı müdafiə xətti olur. Lakin Almaniyanın ən şübhəli, belə təzadlı və qeyri-sabit xətti əlbəttə ki, komandanın hücumudur. Belə ki, komandanın hücum xəttində dördlü var. İndi mən sizə hamısının adını çəksəm, görəcəksiniz ki, heç biri bu mövsüm normal, sabit mövsüm keçirməyib. Sağda Galatasaraydan da tanıdığımız Sané var. Sol cinahda Liverpooldan Florian Wirtz, mərkəz hücumçu mövqeyində Arsenaldan Kai Havertz və onların arxasında Jamal Musialadır. Musiala Bavariya Münxendə zədəsinə görə yalnız yanvardan gəldi. Bavariya Münxen ümumiyyətlə bu mövsümün PSG Çempionlar Liqasının qalibi olsa da bəlkə də ən fantastik komandasıdır, ən çox qol vuran komandasıdır. Komanda rekordları qırıb. Ona görə də Musiala həmin komandada deməzdik itdi, amma deyək ki, tam parladı və Xviça kimi parlaq bir elementə çevrildi. Bunu da demək olmaz. Amma əgər Musialanın ən azı istedadı və sabitliyi varsa, Wirtz və Sané ilə bağlı bunu demək olmaz. Misal üçün Wirtz Liverpoolda çox iflas mövsüm keçirdi və hücum xəttinin sivri ucunda Kai Havertz var. Havertz bəzi anlarda yəni qeyri-standart epizodlardan qeyri-standart qərarlar qəbul edərək qol epizoduna girib qol yarada bilər, amma eyni zamanda %100 qol epizodlarında qaçıra bilir. Ona görə də Almaniyanın hücum xəttini misal üçün Fransanın və ya İngiltərənin və ya İspaniyanın da Braziliyanın dördlüyü ilə müqayisə etdikdə Almaniyanın perspektivləri bir qədər suallar doğurur. Baxın dostlar, Almaniya millisi ilk maçını Kurasa ilə oynayır. Biz bu maçdan Almaniya millisinin 2002-ci il dünya çempionatında Saudiya Ərəbistan oyununa oxşayan oyun və hesab gözləyirik. Sonradan Almaniya millisinin iki rəqibi Fildiş sahili və Ekvador olacaq, hansılar ki, çox güman ki, ikinci yer üçün mübarizə aparacaqlar. Bizim gözləntimiz ondan ibarətdir ki, Almaniya millisi bu qrupdan problemsiz çıxmalıdır. Hardasa 6-7 xal arası normalda yığmalıdır. Amma
Almaniya millisinin hətta həmin o ikinci, üçüncü oyunları hansı ki daha vacib olacaq, onları işıqlandırmağımız sizin bu videoya və Almaniya millisinə birbaşa reaksiyanızdan asılıdır. Aktiv olacağınız təqdirdə biz də öz tərəfimizdən bu sıx oyun qrafikinə baxmayaraq həmin oyunların ən azı birini işıqlandıracaq və artıq komandanın turnir 2 oyununu birbaşa analiz etməyə çalışacaq. Hələlik isə bu qədər. Alman azarkeşləri, mən bilirəm ki, sizin də sayınız çoxdur. Siz nə fikirləşirsiniz? Turnirdə komanda nə qədər uzağa getsə, bu sizin üçün və Almaniya millisi üçün uğur sayılacaq. Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə kanalımıza abunə olaraq like düyməsini sıxın ki, belə videoları buraxmayasınız.